Oğlan uşaqlarında bu daha təhlükəlidir. Cərrahi problem olma ehtimalını artırır. Ömür boyu böyrəyə zərər vermədən qala bilər. Salam, hörmətli YouTube kanalı izləyicilərimiz. Bizim YouTube kanalımızda daim maarifləndirici videolarımız olur və son bir neçə videonu sırf uşaq urologiyasına həsr etdik və bu da ünvanlandırılan suallarla bağlıdır. Düşünürəm ki, faydalı olacaq və bu videomuzda da mən uşaq urologiyasının ən vacib məsələlərindən biri olan böyrək genişlənmələri, hidronefrozlar haqqında qısa məlumat vermək istəyirəm. Qeyd etmək istəyirəm ki, təqribən 500 uşaqdan birində görünə bilər. Hamiləlik vaxtı adətən artıq bilirik ki, yüksək səviyyədə diaqnostika var deyə Dopplerlərlə və s. diaqnozu adətən 90% hallarda qoyulmuş olur. Yəni uşaq doğulacaq və biz artıq bilirik ki, böyrəyində genişlənməsi olan bir tərəfli və ya iki tərəfli fərq etməz bir oğlan uşağı doğulacaq və yaxud da bir qız uşağı doğulacaq. Nəyə görə cinsiyyət ayrımı edirəm burada? Çünki oğlan uşaqlarında bu daha təhlükəlidir. Oğlan uşaqlarında iki tərəfli böyrək genişlənməsi olduğu zaman sidik kanalının anadan gəlmə problemi ola bilər. Amma bu problem qız uşaqlarında olmur. Böyrək genişlənməsi ilə bir uşaq doğuldu. Doğulduqdan sonra nə edirik? Dərhal uzi etməyə gərək yoxdur. Ən az 48 saat gözləməliyik. Çünki ilk 48 saat içərisində oligourik faza, yəni sidiyin miqdarının az olduğu dövrdür. Ona görə əgər bir darlıq varsa, sidik miqdarı da azdırsa, biz o darlığın gerçək ölçüsünü görə bilmirik. Ona görə 48 saatdan sonraki hansı ki uşağın sidik miqdarı normallaşmağa başlayır ki, bu zaman gerçək darlıq ortaya çıxmış olur. Və ilk olunacaq diaqnostik müayinə isə ultrasəs müayinəsidir. Əslində ultrasəs müayinəsi bizə bir neçə göstəricini verməklə bu uşağın böyrəyinin çıxışındakı darlığın əməliyyatlıq yoxsa əməliyyatlıq olmaması haqqında çox əhəmiyyətli məlumat verir. Xüsusilə UZI-də baxdığımız zaman böyrəyin, ləyəninin ön-arxa ölçüsü, kasalarındakı genişlənmənin olub-olmaması, böyrək parenximası dediyimiz o sidiyi filtrasiya edən hüceyrələrin toplandığı hissə, həmin hissənin incəlib-incəlməməsi. Bundan başqa böyrək əgər ləyən genişlənirsə boyu uzanır. Böyrəyin boyunun uzanıb-uzanmaması. Əlavə olaraq böyrəkdə rotasiya anomaliyası, rotasiya qüsuru, yəni böyrək bəzən normalda qarnın iç tərəfinə, mediala doğru baxmalıdır. Bəzən qarnın arxa zarına doğru baxır. Bəzən çanaq boşluğunda olur. Bəzən böyrək o birisi böyrəyin altında yerləşmiş olur. Yəni bu dediyim yaxud da at nalı şəklində olur. Bu dediyim anadan gəlmə qüsurlar da hidronefrozlardakı cərrahi problem olma ehtimalını artırır. Ona görə bu problemləri görürüksə, ondan sonra ən tez adətən 2-ci həftə, standart isə 4-cü həftədən etibarən sintiqrafiya dediyimiz böyrəyin fəaliyyətini yaxud da süzmə qabiliyyətini yoxlayan bir müayinədən keçiririk uşaqları. O müayinənin nəticəsində də darlıq təsdiqlənirsə, erkən cərrahi müdaxilə tətbiq edilə bilər. Yox, əgər ultrasəs müayinəsində qeyd etdiyim parametrlər yoxdursa, sadəcə 3 həftə sonra, 3 ay sonra, 6 ay sonra zamana və uşağın vəziyyətinə görə ultrasəs müayinələri təkrar etməklə də təqib edə bilərik. Çünki bu problemlərin 80-85%-ə qədəri heç bir əməliyyat etmədən öz-özündən keçib gedə bilər. Təqribən 10%-i ömür boyu böyrəyə zərər vermədən qala bilər. Təqribən 3-5%lik qismi isə bizim əməliyyat edəcəyimiz qrupdur ki, bizim məqsədimiz həkim olaraq o 3-5%lik qrubu əməliyyat edilməyəcək qrubun içərisindən seçmək və uşaqları yanlış yerə əməliyyat etməməkdir. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.